İndi mən Rəbbimi çağıracam, cavab verməsə nəsən yazıbdır burada. Sən Allahı ixlasla çağır, səmimi qəlblə çağır, amma yalandan çağırma. Səmimi qəlblə, ixlasla çağır, Allah sənə cavab verər. Allah Teala Quran-ı Kərimdə vəd veribdir. Allah Teala ayədə buyurur ki, Quran-ı Kərimdə ayədir. Rəbbiniz buyurdu ki, məni çağırın, mən də sizə cavab verim. Bu Allahın vədidir. Yəni, insanlar vəd verib nə edə bilərlər? Vəd verib yalan danışa bilərlər, vədlərinə xilaf çıxa bilərlər. Amma uca Allah vəd verirsə, vədinə heç vaxt xilaf çıxmaz. Allah Teala vəd veribsə, deməli ki, eləyər. Yetər ki, nə edək biz? Onu çağıraq, ixlasla çağıraq, qəlbən, səmimi qəlblə çağıraq onu. Yəni, uca Allahın vədidir ki, Rəbbiniz buyurdu, məni çağırın, mən də sizə cavab verim. Ayənin yeri də Qafir surəsi 60-cı ayə, Quran-ı Kərim.